Sevgilim. Mətbuat konferansımız davam edir. Öncə Qurban müəllim fikirlərini bildirsin, daha sonra sonlara keçək. Axşamınız xeyir olsun, salam əmrlərinizə. İlk öncə istəyirdim ki, rəqimin baş məsləhətə təşəkkür etməyə və rəhbərliklərə təşəkkür etməyə ki, oyunun yerini dəyişməyə razı oldular. Belə bir ciddi oyun qabağı, Chelsea oyun öncəsi. Oyundan qabağı da təşəkkürümü bildirdim və bir daha sizlərin vasitənizə təşəkkürümü bildirirəm, sağ olsunlar. Oyuna gələn çox vacib qalibiyyət idi. Çox intisamlı bir komandaya qarşı oynuyorduk. Ələxüsus birinci hissə çox müdafiə olunurdular və çox təhlükəli hücumlar var idi. Hətta penalti gördük qapımızda, hətta yenə bir təkbətli epizodları oldu. Buna baxmayaraq biraz oyundan qorxmadıq. Sona kimi çalışdıq. Oyun nizamını qoruyub saxlamağa. Sonda ikinci hissə temp biraz da artdı. Daha çox topdan daha tez oynamağa başladıq və sonda qalibiyyət əldə edə bildik. Çox vacib idi, çox vacib idi. Məhz çempionatda, yəni bütün oyunlar bu cür bu məcrada keçəcək, elə görünür. Hər bir halda, hər oyundan oyuna bir daha bizə əlavə bir sanki göstəriş olur ki, daha ciddi olun və hər rəqibə qarşı maksimum hazırlaşmalıyıq. Bu futbolçular üçün böyük bir məsuliyyətdir, böyük bir çox düşünmək lazımdır futbolçulara və belə də qarşıdakı oyunlarda da dediyim kimi ciddi olaraq belə liderlər sırasında mübarizəmizi davam elətdirəcəyik. Və rəqibə də onları arzulayıram. Bir daha çox belə az bir vaxtda yaxşı orqanizasiya olunmuş bir kollektiv və oyun modeli var. Onlar. Məsələlər nasıl təbii ki, komanda hələ tam formadır. Əvəz etmələri düzdür. Hatta 75-dir, amma 60-cı dəqiqədə. Özünüz bilərəkdən sonra saxladı ki, komanda daha çox formaya qaldıysın. Ümumiyyətcə, hər bir oyuncunun daha çox oynamaya ehtiyacı var. 60 dəqiqə bəzi oyuncular üçün belə oyundan qabaq azdır. Daha da həm də oyun da biraz pis getmirdi. Dinamika artmışdı. Ona görə istədim ki, biraz da meydanda olsunlar. Həm də ki, oyunun gedişatına görə də. Çünki Camilo da həddindən artıq çox sprintdə, pressinlərdə çox güc sərf elədi. Biraz hardasa biraz təhlükəlidir də. Yəni belə oyun öncəsi biraz ehtiyatlandır da. O cümlədən digər Nəriman da, Manu da bunlar yaxşı məşq edirlər, yaxşı hazırlaşır. Onların da oyunda olmasını istədim. Onların da biraz bu heyətlə bir yerdə olmasını istədim belə. Belə oyun gedişatına görə onlar da həm də ki, qarşıdakı biraz o sürəti, presingi saxlamaq üçün əlavə bir daha yorğun olmayan futbolçuları artıq meydana. Sonunda belə pis alınmadı. Amma yəni, futbolçularda belə deyək də, istər-istəməz biz elə bir rejimdə oynayırıq ki, biz eyni səviyyədə komandanı qoruyub saxlaya bilmərik. Bəzən məsələn ehtiyat edirik ki, həddindən çox yorğundurlar. Bəzən görsən məsafə daha çox olur. Bir 10 gün ərzində görsən bir oyunun o bir oyun arasında bir 9 gün, 10 gün olur. Bu daha çox futbolçu üçün çox aradır. Belə biraz elə bir yenə də minimum çalışırıq onları sağlam qoyub saxlamağa. Hardasa itirə bilərik oyunda, məsələn hansısa bir öz oyunumuzu belə deyək də, o tempi qoruyub saxlaya bilmərik, amma ümumən onları sağlam qoruyub saxlanmağı çox vacibdir. İllər boyu belə gedir. Bəzən komandanın pik vaxtı olur, bəzən görsən düşük vaxtı olur. İnşallah belə düşüş vaxtı. Düşünürəm ki, ən azından çalışırıq ki, biraz oyunumuzdan qorxmamaq, amma mümkün deyil. Çünki hər rəqib görsən bizə qarşı biraz fərqli sistemdə oynayır. Adicə məsələn Mişli
Əvvəlki oyunlarda daha çox məsələn 5-4-1 sistemində oynayırdı məsələn. Bunu 5-2 çıxdı. Məsələn biz ona hazırlaşmışdıq Görsən meydanda. Bəs fərqli situasiyaya rastlaşdıq. Eləcə də çox rəqiblər. Biraz belə çempionat yeni başlayanda biraz tam oturuşmaq üçün vaxt lazım olur. Buyurun, buyurun. Olur. Yəni oyuna qaçırlar və müdafiə də yara bilmirlər də Yox, təklif edəcəm bir şey yoxdur. Yox, yenilik yoxdur. Yəni biz futbol belə deyək də futbol pas oyunudur. Biz bütün diqqətimizi, bütün işimizi elə onun üzərində daha da yaxşılaşdırmalıyıq. Daha da sürətli ötürmələr eləməliyik, daha da dinamik oynamağa çalışmalıyıq. Hətta dünən səhv etmirəmsə elə Chelsea-nin baş məşqçisi deyir, bəzi komandalar deyir, bizə qarşı beşli müdafiə oynayır, deyir, bizim üçün çətin olur, deyir, onların müdafiəsini yarmağa. Bu tək biz şikayətlənmirik, bu futbolun belə deyək də o modelində, onlar daha çox müdafiəni bərkitmə, onun üzərində daha çox çalışır, onun daha yaxşı bacarırlar, amma biz əksinə məsələn daha çox yaradıcı olmaq istəyirik və daha çox o şansları əldə etmək istəyirik. Bunda uğur daha çoxdur və daha davam etlidir. Amma hər bir halda futbol, sistem inkişaf eləyir və biz də buna deyək də, hazır olmalıyıq inşallah. Amma maraqlıdır. Maraqlıdır çünki futbolçu məndən daha çox düşünməli olur, daha çox topla daha tez davranmalı olur. Hardasa bacarır, amma hardasa görsən alınmır. Növbəti sual. Buyur Eşən. Nəfsin oyunla bağlı. Belə bir şey olmuyor. Oldu. Çok. Nasıl ki? İlk önce hayırlı olsun. İkinci Samir'in açılmasında gördüm ki, yani böyle ulduz futbolçuları bir ay əvvəl, 2 ay əvvəl bunları əldə etmək olmur. Görsən, situasiyalı birdən-birə əldə etmək, ondan da maksimum istifadə edirlər və hətta deyir ki, 2 ay əvvəl oyuncular indi razılaşsa qiymətə də olmurlar. Belə situasiyalar var ki, bəzən biz oyundan ayaqlaşmalıyıq və belə də hər birimizin fərqli strategiyası var. Yəni biz ümumiyyətcə keyfiyyətli hücumçular biz qaçmamışıq. Həmişə bunu əldə etmək istəmişik. Əgər bizim belə deyək də ümumiyyətcə sistemimizə uyğun olarsa, heç də biz belə deyək az məbləğ bu yay ayında, ümumiyyətlə keçən ildən də belə üçün heç də az məbləğ biz təklif eləməmişik. Demək olar ki, xeyli böyük məbləğlər təklif eləmişik. Sadəcə alınmadı və bir futbolçu gəlmək istəmir. Bəzən klubu görsən, daha da səninlə oynayır. Bir razılaşır, 2 deyir, yox bu qədər, 3 bu qədər görsən, biraz daha qeyri-ciddi söhbətlər olur. Amma belə biz həmişə keyfiyyətli futbolçu üstünlük vermişik və əgər qarşıda da belə bir şansımız olarsa biz də istifadə edərik. Belə biz özümüzə uyğun, həm belə deyək də büdcəyə uyğun, həm də komandamıza uyğun çalışırıq ki, addımlar atmağa. Çəkinmək? Yox, əksinə maraqlı. Əsas
Bəlkə belə oyunçulara qarşı oynamaq digər mənim oyunçularıma əlavə motivasiya olacaq. Onlar daha ciddi olacaqlar, daha da məsuliyyətli olacaqlar. Əksinə, əsas biz futbol azarkeşlər üçün oynayırıq və azarkeşlər sevinsin, elə ulduz futbolçuları görsünlər, çoxlu qollar görsünlər, yaxşı, baxımlı futbol görsünlər. Onun bizim üçün heç bir belə deyək də narahat etməməli. Əksinə biz bu halları sevmirik. Buyur Sərvar. Söyleyeyim onu kere. Bu biraz belə deyək də. Demək ki, onun üçün bir motivasiya xarakterli onu meydana buraxdım. Heç düzün üçün meydana buraxmaq fikrim yox idi. Sadəcə son vaxtlar həddindən artıq ciddi hazırlaşır və ən azından istədim ki, bugün ilk 23-lükdə olsun. Çünki hələ onun oyunda oynamasına, yəni o tempo dözməsinə hələ hazır deyil. Çünki gəldi, bilirsiniz, biraz zədə almışdı, yenidən zədədən qayıtdı, yenidən öz formasını bərpa eləməyə başladı. Amma son vaxtlara görə belə deyək də, hayfım gəldi işinə. Hansı ki, dedim ki, biraz əvvəlcədən meydana buraxaq və biraz da motivasiyasını artırmaq üçün. Belə normaldır, amma hələ biraz vaxt lazımdır. Hələ meydana çıxmaq üçün, yaxşı oyun göstərmək üçün hələ vaxt lazımdır. Sualınız var. Buyur ki. Nərimanın ən azı 60-75 dəqiqə oynamaq. Var yəni. Keçən oyun da yəni qədər oynadı. Yəni start heyətində olma ehtimalı varmı? Var yəni. Oyunun gedişatına yenə də baxacağıq belə, yenə analiz edirik, amma belə yəni hətta belə böyük oyunlarda hal-hazırda onun fiziki durum elədir ki, 90 dəqiqə meydanında olmağa qabiliyyəti var, hazırlığı var. Həyatda 100% heç nə yoxdur. Babam bir sualda sinema verir. Ben geçen defa Avroliga oyununda geldi ki siz oyuncuların gözünü yoklamak için ama da böyle bir oynayan oyuncular maksimum gözünü yani fizik içeriden çaldırırlar, nefes vesaire, kaçma. Bunları yoklayacaksın ama en zamanda bunu risk böyle bir varyant düşünürsen Yox xanım, biz test, belə böyük oyunlarda testdə biz onu etmirik. Sadəcə o oyunlar istər-istəməz futbolçunu dözümlü eləyir. Sadəcə biz çalışırıq ki, o oyunlara kimi onları o oyuna hazırlamağa. Ona görə biz də bəzən görürsən ki, rotasiyalar eləyirik, bəzən ya belə deyək, bu böyük oyunlardan, Avropa oyunlarından öncəki oyunda daha çox oynasıq oyuncuları heyətə buraxırıq, ondan əvvəlki oyunda buraxmırıq və yaxud biraz əgər vaxt azdırsa tam əksini edirik. Amma o oyunda bizim testlərinə vaxtımız olur, nə də bizim imkanımız, nə də deyək də şəraitimiz olur. Yəni, o oyunda çıxıbsa 2090 dəqiqə çatdırır əlbəttə ki, 2070 dəqiqə. Yəni o gec etdiyim əvəz etmələr bilmirəm sizin nəyə vururdunuz, amma oyunun gedişatına görədir. Bizə test etməmişdik. Buyurun. İmkan versələr, hə? Yəni, oyunda hamısı. Çünki bu oyunlarda ümumiyyətcə hardasa zəiflədinsə, hardasa nəyəsə diqqət eləmədinsə, yəni oyunu əldən verir. Dünyanın ən bahalı komandası, son
Dünya çempionudur. Bəli, klublar dünya çempionu və ən sürətli, ən güclü, ən dinamik çempionatdan gələn bir rəqib. Belə sizlər üçün, azarkeşlər üçün də belə klub. Mən yenə deyirəm ki, bu cür klubların ümumiyyətlə Azərbaycana gəlməsi bu futbolun daha da sevilməsidir və futbola olan sevgini, futbola olan diqqətin daha da artırılmasıdır. Futbolçulara da, bizlərə də bir məşqçi olaraq mənə, bir komandaya da bir əlavə inam verir, əlavə məsuliyyət verir. Yatakları Qarabağ yerli çempionatı. Yerli komanda oynayacaq. Birinci dəfə versən, ikinci dəfə versən bu il. Hələ bir də verəsən. Yəni, düzü belə deyək də, təkcə bizim oyuna görə yox, ümumiyyətcə, bizim oyunlara görə yox. Ümumiyyətcə, futbolun bəzəyi azarkeşdir. Stadionun bəzəyi azarkeşdir. Nə qədər yaxşı oyun oynasan da, nə qədər baxımlı oyun oynasan da, azarkeş stadionda yoxdursa, o oyun baxımlı görünmür. O çempionatın, belə deyək də, deyilik səviyyəsi aşağıdır. İstər-istəməz futbolçu nə qədər motivasiya eləsən də, meydanı buraxsan da, o sənin düşündüyün motivasiya oyuncu oynamayacaq. Bir də var ki, sən motivasiya verdin, gəldi buradan azarkeşlər motivasiya verdi. Və mən yenə deyirəm ki, bizim son atletiklə oyunda tam başqa bir səviyyə idi. Azarkeşlər nə cür futbolçulara motivasiya verirdilər, nə cür onların 90 dəqiqə durmadılar. Uduzurdular onların arxası, uduzurdular daha irəli, daha irəli. Bizə baskı eləyirdilər, bizim futbolçulara baskı eləyirdilər, o qədər belə. İllə də burada, bəzi oyunlarımızda biz 3000, 4000, 5000 azarkeş görəndə, məsələn, Neftçinin oyunda, Sabahın oyunda, böyük oyunlarda, Zireylə oyunda belə azarkeş görəndə sevinirik. Futbolçular sevinirlər. Baxırlar ki, azarkeş nə qədər azarkeş var. Amma azarkeşsiz futbol, bugün gördüyünüz kimi, bu cür oyun məsələn, istər-istəməz nə qədər alqış olardı, nə qədər motivasiya verirlərdi, nə qədər əl çalınardı. Sən belə azarkeşsiz futbol biraz keyfiyyətsiz görünür. Keyfiyyəti qaldırmaq üçün də səbəblər varsa, bir meydançı amili, bir hava şəraiti, bir səbəb də onların səbəblərinin biri də azarkeşdir. Biraz azarkeşlər çox istədik, əlbəttə ki, oyunlarımızı gəlsinlər. Fərqi yoxdur, 3000'lik stadiondur, 3000'lik stadionda olsun, 5000'likdir, 5000'də olsun, 10.000'likdir, 10.000'də olsun. Belə o dolu stadion, yəni o tam başqa bir motivasiya futbolçudur. İnşallah ümidlə yaşayırıq, inşallah. Qarşıdakı illərdə olar. Buyurun Zəf. Konteyner olsa daha təhlükəli. Yəni, fərqli məşqçilərdir və fərqli futbol sərgiləyirlər. Digər tərəfdən də, yəni 8 il əvvəlki futbolla bugünkü futbol eyni deyil. Kim istəyir məşqçi olsun, yəni tələblər başqadır. Yəni bu il məsələn belə deyək də, bugün Chelsea məsələn daha yuxarı səviyyədədir, eyni ilə Conte-li Napoli daha yuxarı səviyyədədir. Nəinki məsələn 4 il, 5 il əvvəlkindən məsələn. Futbol həddindən artıq, çünki həddindən artıq çox inkişaf edir, həddindən artıq dinamika qalır, həddindən artıq güc çoxalır futbolda. Buna da hamı belə deyək də ona uyğunlaşır. Onlar o çempionatda bunu görürlər, onun qarşısında görürlər, amma bizdə biraz fərqlidir. Biz də istəyirik orada olmağımız, oraya yaxınlaşmaq, amma biraz fərqlidir. Ona görə görünən odur ki, bizim əvvəlki 8 illik Qarabağ, bəlkə bu il biz daha yaxşıyıq, daha təcrübəmiz artıb. Amma onlar, biz biraz inkişaf eləmiş, onlar lap çox inkişaf ediblər, belə deyək. Çox sağ olun. Xeyli suallar oldu, çox sağ olun.